Salam əziz dinləyicilər, hər vaxtınız xeyir. Epişteyn koalisiyası ABŞ və İsrailin sionist imperialist qüvvələrinin İran İslam Respublikasına təcavüzünü və davam edən müharibənin bir ayını geridə qoyduq. Artıq dünya əsrimizin ən böyük hadisəsinin şokunu yaşamaqdadır. Regionumuzun quduz iti, əfsanəvi güc adlandırılan İsrail, eləcə də dünyanın super gücü, yenilməz jandarması hesab olunan Amerika, İranın təsəvvür olunmaz müdafiə və hücumları qarşısında aciz duruma düşüb. Öz əlləri ilə qaladıqları od alovun içərisindən çıxmağa yollar axtarırlar. Çarəsizlikdən, ağıllarına gələn hər kəsdən, hətta öz düşmənlərindən belə yardım istəyirlər. Görünən budur ki, İran uzun illər öz imkanları ilə belə bir ağır, dəhşətli vuruşa hazırlaşıb, qarşı tərəf isə yanlış hesablamalarla özünü cəhənnəm girdabında giriftar edib. Baxın, savaş təkcə döyüş meydanlarında getmir. Onun siyasi, iqtisadi, ictimai, media, diplomatik və beynəlxalq yönləri də var. Bu sahələrdə aparılan mübarizələrin hər birinin ümumi gedişatda müsbət nəticələr və qələbə əldə etməkdə mühüm təsirləri, hətta bəzən təyin edici rolu var. Qeyd etmək lazımdır ki, məlum hadisə ən azı siyasi-iqtisadi cəhətdən bütün ölkələri öz təsir dairəsinə salıb. Müsəlman ölkələrini ideoloji, əqidəvi baxımdan silkələyib, müqavimət ölkələrini savaşa qoşulmağa vadar edib. Haqsevər insanları dinindən, məzhəbindən asılı olmayaraq cuşa gətirib, qeyrət hisslərini oyadıb. Azadlıq uğrunda çalışan xalqlarda ümid qığılcımı, bu mübarizənin bayraqdarına ehtimad hissi yaradıb. Qısa desək, bugün yazılmaqda olan şanlı tariximizdə hər kəs əlindən gələn işi görməyə çalışır. Bu hal və belə bir ab-hava möhtəşəmdir, son dərəcə qürur vericidir. Amma eyni zamanda diqqət olması və bəzən təhlükəlidir. Nə üçün? Çünki əsrlər boyu yaşadığımız zillət və xiffət hissindən qurtuluruq. İmperiyanın qabırğalarını sındırırıq, sionizmi yerə yıxıb təpikləyirik, çəkməklə ağzına vurub dişlərini qarnına tökürük. Çünki həyəcanlıyıq, emosiyalarımız təhrik olub. Ona görə də ehtiyatlı olmalıyıq. Xidmət yerinə xəyanət edə bilərik. Şübhə yoxdur ki, başda ali məqamlı rəhbər olmaqla İran İslam Respublikasının siyasət və hərbi komandirləri öz işlərini çox dəqiq həyata keçirirlər. Çalışaq onlara problem yaratmayaq. Xoş niyyətlə gördüyümüz iş, danışdığımız söz vəziyyəti mürəkkəbləşdirməsin. Sözümüz Azərbaycanlı və İranda yaşayan türk dilli media fəallarınadır. Burada diqqət olunası çox vacib məqamlar var. 1. Düşmən cəbhəsini idarə edənlər çox arzu olunmaz vəziyyətdədirlər. Onlar İran-Türkiyə, İran-Azərbaycan qarşıdurmasına tamah salıblar. Bu işə ümidlə yanaşırlar, gecə-gündüz çalışırlar, yalan xəbərlər, şayələr, təxribatlar həyata keçirirlər. 2. Azərbaycan Respublikasının İrana təcavüz edən ölkələrlə strateji müttəfiqliyi, onların ölkəmizdə olan yüksək mövqeyləri, siyasi hakimiyyət və güc imkanlarında nüfuzu, coğrafi və texnoloji imkanlarımızdan rahat şəkildə yararlanma üstünlüyü yayılan, hər bir şübhəyə asanlıqla inanmaq zəmini yaradır. 3. Sosial şəbəkələrin məhdudiyyətsiz, nəzarətsiz və səlahiyyətsiz imkanları, casus şəbəkələri, təxribat mərkəzləri, müxtəlif platformalarda qardaş və dost ölkələrin müsəlman xalqları arasında asanlıqla ixtilaf salır. Təfriqə və düşmənçilik toxumu səpir və nəticədə çətin günlərdə bir-birinin kənarında yox, bir-birinin qarşısında dayanırlar. Məsələni bir qədər konkretləşdirsək, olaylara diqqət yetirsək, söylədiklərimizin bariz nümunələrini aşkar görə bilərik. Məsələn, İrandan Naxçıvana dronların atılması təxribatı, İrandan Türkiyəyə ballistik raketlərin atılması və s. Növbəti şayə və təxribat isə Azərbaycanda vəhhabilərin səfərbər olunması, xaricdən təkfirçi döyüşçülərin kütləvi şəkildə ölkəmizə gətirilməsi, onların sərhəd boyu şəhər və kəndlərdə, xüsusilə meşə zolağında yerləşdirilməsi, Azərbaycanın xüsusi təyinatlılarının döyüş hazırlığı vəziyyətinə gətirilib, yaxın zamanlarda hücuma keçəcəyi haqda xəbərlərdir. Amma bu haqda deyəcəklərimiz: 1. Müharibə və ona aid xəbərlərin dəqiqələr əsasında yayımlandığı İranda bu barədə heç bir rəsmi məlumat yoxdur. 2.
İran ilə Türkiyə və Azərbaycan arasında çox sıx diplomatik əlaqələr mövcuddur. Onun yüksələn xətt üzrə inkişaf etdiyini görürük. Üçüncü, müharibənin qızğın çağında qonşu, dost, qardaş ölkə olan Azərbaycan həqiqətən belə bir addım atarsa, İrana qarşı arxadan xəncər vurmaq sayılar. Həyəcanlı və emosional vəziyyətdə insanlar bu kimi xəbərlərə tez inansalar, onlarda qəzəb və nifrət hissi yaranar. Məlum cəbhəni məharətlə idarə edən güc strukturlarından, ölkə başçısından tələb edərlər ki, nəyə görə bütün düşmən mövqelərinə zərbə indirirsiniz, amma Azərbaycana qarşı tədbir görmürsünüz. Daha sonra bu təxribata uyaraq, qəzəblənən yüzlərlə İranlı Azərbaycan xalqına qarşı xoşagəlməz sözlər işlədər, bizi xəyanətdə suçlayar, təhqirlər yağdırarlar. Cavab olaraq bizim tərəfdən də onlara qarşı nalayiq sözlər, iftiralar və qarğışlar söylənlər. Baxın, əsassız bir xəbər necə fitnə fəsad yaradır, qardaş qırğını törədir. Sonda bir neçə məsələni xatırlatmaq istəyirik. Birinci, bir gün kimlərsə Təbriz, Ərdəbil, Urmiyyə, Zəncan və digər şəhərlərdə bir çağırışla türklərin ayağa qalxıb öz vətənlərinə xəyanət edəcəyini düşünürdüsə, artıq onların İran uğrunda hər şeylərindən keçmələrini, yumruq kimi birləşmələrini görüb, necə də xam xəyallarla yaşadıqlarını başa düşüblər. İkinci, ölkəmizdə kimlərsə Türkiyəyə arxalanaraq nə zamansa İrana qarşı bir addım atmağın mümkün olacağını fikirləşirdisə, bugün Türkiyənin İrana qardaş deyib, arxa dayaq olduğunu görüb, ümidini əldən verib. Üçüncü, bir gün bizim ölkə rəhbərliyi hansısa bir ölkənin təzyiqi və ya hər hansı bir məqsədlə İrana qarşı pis niyyətə düşərsə, yerindəcə cəzalanacaq. Necə ki ondan qat-qat güclüləri və varlıları cəzalandılar. Beləliklə, rəsmi mənbələrdə təsdiq olunmayan xəbərlərə inanmayaq. Düşməni sevindirməyək, onların dəyirmanına su tökməyək. Şəhidlərin qanının bərəkəti, İslam döyüşçülərinin rəşadəti sayəsində uzun illərdən sonra Azərbaycan xalqı İran həqiqətlərini görməyə və başa düşməyə başlayıb. Millətimiz baş verən olaylardan dolayısı qürur hissi keçirir. Siyonistlərin zehnimizdə yaratdıqları mənfi təsəvvürlər alt-üst olur. Biz İranla fəxr etməyə başlamışıq. Təhlilçilər, siyasi şəxslər, İranlıların yaratdıqları qəhrəmanlıq səhnələrindən ağız dolusu danışır. İnsanlarımız öz doğmaları ilə müharibə xəbərlərinin sevincini paylaşır. Əziz qardaşlar, ortalığı qarışdırmayın. Şirin-şirin yediyimiz qardaş payını murdarlamayın.